Deməli gəlmişik Xızı Altağaz yolunun Şamaxıdan deməli Altağaza keçən yola. Ortada bir saxladıq, bir zavtraq deyək. Maşınlarımız bunlardır. 2 dənə böyük təkər monstrumuz var orada. Bu da mənim monstrumdur. Открыл двери. Дверь открой, поднимись. Zamir, marşrut haqqında nə düşünürsən? Marşrut haqqında belədir ki, maşın var, sürən yoxdur. Sürən yoxdur. Yol varsa Burada var marşrut sürənlər, Bakıda sürənlər burada yoxdular da. Marşrutda sürənlər buradadır. Sürə bilməyənlər Bakıdadır. Kimin patrolu varsa, gəlmirsə, mən də söz demirəm da. Gideceğim burada. Koy yansın. Sehten çıkıp şalvardan çıkıp söyle. Saçarıp bir yarma geldi. Şimdi oldu. Bir yarım dedik. Yok bir de elime atar. Atar bir yarım yazıyor. Ben 1.8'den sürem. Ekstirmə gələn hafta yuxarı söyləyim, yox, problem. Yok daha da çok var. Bu ekspedisiya fasondur da bildin mi? Yani ağır offroad 4 saat 4 kilometre 5 kilometre səhərdən axşam əlləşir. Maksimum 7 Kilometre kilometre. benzin getdi 10 kilometrimiz yol başladı. Bugün gün saat. Bir de maşın da mesela maşının canı təkəri. Носки не нужны. Носки оставь. Иди, кстати. Bunlar olanda maşın. Других нету. Hiç niyet o ya. Olmaz. Heç yox, xada boyundan qızmır. Bir dənə qorxduğum cəhət. Motordan da problemimiz yoxdur. Mən radiatordan problem yaşayıram. O bir yere kadar apardı. Sonra ucu Kaç paylaşıyor. tane? Təkər boşaldı.
Qar dərindi mi? Dərindi mi? Üzdən bilinmi? Bildiğin manzara. Traktor diye traktor. Traktor diye. Ayaqlarını necə danışanda deyir, bu patron kuru. Batıb, zaten deyirəm ki, bu batıb da. Deyirəm, mənlə başını ofra deyirsin. Deyirəm ki, deyir, bu, əməlli başı palçıq var. Deyirəm, patron kuru. Yani söz şey diyor. Həməni fırladı, deyirəm, üstünə. Ay. Yaxşı da o kolunu yığıb onu, daldala versən. Aşağı. Aç şişəni aç deyir. Bunu savayla yapalım. Əlini sağa döndər. Sürtünmə nə idi? Necə? Hərəkətlər əksinə doğru yönələn hərəkət. Bəli. Zamin küsüb bizdən. Zamir özü-özünə. Zahmet değil. Hə? Küsüb bizdən. Palçıq. Düşdü sağa. Yaxşı saxladın. Evet. Yaşa, sağ. Udakçına. Necədir vəziyyət? Hə, lan. Orada bırak abi, bırak cevabı. Benzinli diyor. Mən əlmədi. Dezodrant yok değil şimdi koltuğu altı. Ya. Zəncirləri çıxartdın, qırılmışdı. Останавливайся. Peki. Adrenalin eksi как лезгин, Да, да? как нервный лезгин, как психонавт лезгин. 3 dəfə natiqə deyirəm ki, maşını çəkdi aldan sürüşür da. Yan gözlə. Balaca necə çıxdı? 2 qapı. İkidə bura qədər şey gəldi Nicadla da. Orada kolye var orada, hara ki təkər daşa düşür. Rahat. Orada bir dənə yer var idi ki, Onu dartıb çıxartdıq yəni 2 qapı. ortaya qədər. Hə.
2 dənə canavarın biri bu qardaşındır. Bax bu qardaş. Yəni barmağımı görsən hə bu qardaş. Bax bu canavar. Yuxarıdakı canavar da mənim əmim oğluna oxşayan bu qardaşdır. Skor pommuş maşınlar. Bir dənə də iki qapı var. Bir dənə də 2 qapı var o qardaş. Z30 canavar. Z30. Bu boyda maşınların içərisində bir dənə TB48 var. O da bu qardaş. Qaralır artıq. 70% gəlmişik. Bundan sonra dübranın üstünə düşürük. Bir nəfər aşağıda qalıb. Deməli onda xab tez-tez atır. Getdilər xabı dəyişməyə. Bu da geldi. Ağla. İki qapının da təkarı atdı bortdan.
köməkləşib çıxardırıq. Oraya bir şey atıb. Təkər yerinə gəlsə təbii. Kaldırsa təbiiliği olsun. Geçmiş olsun. Hadisələr farklıdır. Amma keçən dəfə biz qalxsaydıq buranı, yəni Buralarda yerləşirdik. Hələ də buradaydıq. bəlkə də hələ də buradaydı. Niyə? Keçən dəfə qar çox idi. Çox dəyişə, çox dəyişə. Mən deyərdim ki, bəlkə də burada 1 metrdən çox. Buralarda rahat var idi. Rahat. Oturub elə normal oturub. Artıq gedirik biz son nöqtəyə, əsas yerləri keçmişik. Son nöqtədə bir dənə yemək yeyək, biraz dincələk, sonra ondan sonra qayıdacağıq. Şu maşınımız kodlanmırdı. Kodlandı. Yekunlaşdırdıq bugünkü günümüzü. Hava soyudu. Bu qədər. Növbəti görüşlərə dək.